Salam uşaqlar, gəlin bugün Landau kvizində olan ağırlıq suallarına baxaq. Başlayaq birinci sualımızdan. Nə deyir bizə? Deyir ki, açar sözlərdən istifadə etməklə mətni tamamlayın. Gravitasiya sahəsinin intensivliyinin modulu bu sahə mənbəyinin kütləsi ilə vergül sahənin verilmiş nöqtəsinə qədər ki, məsafənin kvadratı ilə necə asılıdır? Gəlin müəyyən edək. Gravitasiya sahəsinin intensivliyi yaxud sərbəst düşmə təcili eyni ifadədir uşaqlar. J bərabərdir ifadəmiz nə idi? J vurulsun, böyük M bölünsün nə idi? R-in kvadratı. İndi baxıram. Əlbəttə ki, bizim gravitasiya sahəmizin intensivliyi mənbənin kütləsi ilə gördüyünüz kimi necə asılıdır? Düz asılı. Çünki hər ikisi sürətdə yerləşir. Amma məsafənin kvadratı ilə baxın necə asılıdır? Artıq tərs asılı. Onda yazaq. Deməli, mənbənin kütləsi ilə düz asılı idi. Yəni 1, sahənin verilmiş nöqtəsinə qədər ki, məsafənin kvadratı ilə tərs mütənasib asılı idi. Yəni 4. Daha sonra o sahəyə gətirilən nədən asılı deyib uşaqlar? Biz dönə-dönə qeyd etdik. Dedik ki, gravitasiya sahəsinin intensivliyi həm ağırlıq qüvvəsindən, həm də sahəyə gətirilmiş cismin kütləsindən asılı deyil. Onda deməli, cismin kütləsi harada verilib gördüyünüz kimi bizim üçün 5-dir. Gravitasiya sahəsinin intensivliyi sahənin istənilən nöqtəsində, radius boyunca sahə mənbəyinin əlbəttə ki, mərkəzinə. Çünki biz dedik ki, ağırlıq qüvvəsi, sərbəst düşmə təcili. Təcil, ümumiyyətlə bizim bu kimi kəmiyyətlərimiz çevrədə öyrənəndə nə qeyd eləmişdik? Çevrənin mərkəzinə doğru. İndi burada planetdir, sahə mənbəyi dedikdə nəzərdə tutduğumuz əlbəttə ki, planetdir. Planetin təbii ki, necə yönəlir? Mərkəzinə doğru. Təcilimiz də, yəni söhbət sərbəst düşmə təcili, yaxud bir digər adı ilə gravitasiya sahəsinin intensivliyindən gedir, yaxud da ağırlıq qüvvəsini də soruşsa, yenə eyni şeydir. Necə yönəlməlidir? Mənbənin mərkəzinə doğru. Yəni gələcək, baxın, burada 3. Gravitasiya sahəsinin intensivliyinin vahidi J bərabərdir F bölünsün M. Bilirik ki, bütün qüvvələrin vahidi Newtondur, kütlənin vahidi kiloqramdır. Onda deməli, gravitasiya sahəsinin intensivliyinin vahidi nə oldu? Newton bölünsün kiloqram, onu da bizə 2-də qeyd edib. Onda baxaq, deməli, 1, 4, 5, 3, 2, onu da verib bizə baxırıq ki, B variantında. İndi gəlin keçək ikinci sualımıza baxaq. İkinci sualda nə deyir bizə? Şagilə aşağı istiqamətdə hərəkət edən liftin sürətinin zamana asılı qrafiki verilib. Hansı qrafik liftdəki cismin çəkisinin zamana asıllığına uyğundur? İndi gəlin başlayaq. Deməli, uşaqlar, baxırıq ki, 0-dan T1-ə sürət qrafikinə baxıram. Diqqət eləyək. Baxın, 0-dan T1-ə sürət sabitdir. Sürət sabitsə, əlbəttə ki, bu hansı hərəkətdir? Bərabər sürətli. Qeyd elədik. Bərabər sürətli hərəkətdir. İndi keçdik T1-dən T2 aralığına. T1 T2 aralığına diqqət edirəm ki, bizim qrafikimiz zaman oxuna neyini yaxınlaşır. Əgər yaxınlaşırsa, biz bilirdik ki, bu hansı hərəkətdir? Bərabər yavaşlayan. Onda yazaq. T1-dən T2-yə olduğuna bərabər yavaşlayan. İndi belə bir qeydimiz var idi. Demişdik ki, məsələnin şərtində bərabər sürətli, bərabər yeyinləşən, bərabər yavaşlayan bu kimi ipucu ifadələr, sözləri varsa, verilən istiqamət nəyə aiddir? Sürətə. Baxın, onda burada yazılan şagilə aşağı istiqamətdə hərəkət sözü təbii ki, nəyin istiqamətini bildirir? Sürətin istiqamətini, yəni birinci 0-dan T1-ə bərabər sürətli hərəkət edərək bizim liftimiz aşağı düşür. Daha sonra T1-dən T2-yə də yavaşlayan hərəkət edərək neyniyəcək? Aşağı düşəcək. İndi uşaqlar, baxırıq, bərabər sürətli hərəkətdə təcil əlbəttə ki, nəyə bərabər idi? Təcil, qüvvə 0 idi. Bəs yaxşı, bərabər yavaşlayan hərəkətdə təcil var. İndi sürətin istiqaməti əgər aşağıdırsa, onda təcilin istiqaməti necə olmalıdır? Əlbəttə ki, onun əksi yuxarı doğru. İndi keçid edə bilərik çəkiyə. 0-dan T1-ə baxırıq ki, bizim hərəkətimiz bərabər sürətlidir. Təcil 0-dır. Çəkinin ifadəsi təbii ki, nə olacaq? MJ. Həmçinin biz demişdik axı, bərabər sürətli halda, sükunət halında çəki MJ ifadəsi ilə hesablanır. İndi keçdik T1-dən T2-yə. T1-dən T2-yə baxıram ki, təcilin istiqaməti yuxarıdır. Təcilin istiqaməti yuxarıdırsa, çəki necə hesablanırdı? P bərabərdir M, J plus A ifadəsinə görə. İndi uşaqlar, baxırıq ki, cavablarda birincisi A variantı ola bilməz. Daha sonra C-də ola bilməz, həmçinin Y-də ola bilməz. Deyərsiniz, niyə görə? Çəki sabitdir uşaqlar, çünki çəki qüvvədir. Biz bilirik ki, artıq burada qüvvənin qrafikində heç vaxt artan azalandan danışmamışıq biz. Ya 0 halından danışmışıq, ya da sabit halından danışmışıq. Ona görə A variantı, həmçinin C variantı, Y variantı qətiyyən ola bilməz. Yəni biz burada yenə qeyd edirəm, çəki bir qüvvədirsə, qüvvənin də ya sabitliyindən danışırıq orta məktəbdə ki, bunu nə vaxt qeyd edir? Deyir, təcili hərəkətdir.
Bərabər sürətli hərəkətdə də sözsüz ki, nədən danışırdıq? Sıfır alının indi sözsüz ki, bu qüvvə deyil, onsuz da. Yəni qüvvə deyə sadəcə indi çəki kütləyə bağlı olduğu üçün biz onu sıfır kimi burada qəbul etmirik. Səthi edilən təsir qüvvəsi kimi baxırıq. İndi başlayaq. Deməli, bizim cavabımız ya B variantı ola bilər, ya da D variantı ola bilər. Sıfırdan T1-ə MJ-dir. T1-dən T2-yə dedik nədir? MJ plus A-dır. Təbii ki, toplama bizim birinci həddimizdən daha böyük qiymətə malikdir. Ona görə cavab nə olacaq? D variantı. Yəni aşağı düşdükcə bizim çəkimiz nə edib? Artıq toplama həddindən aydın şəkildə görünür. İndi keçək baxaq 3-cü sualımıza. Deməli, 3-cü sualda nə deyir bizə? Deyir ki, Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Kütləsi 50 kq olan velosipedçi göstərilən trayektoriya üzrə 10 metr/saniyə sürətlə hərəkət edir. Göstərilən trayektoriyada aydın şəkildə gördüyünüz kimi nədir? Çevrə üzrə hərəkətdir. Çevrə cızıbdır. İndi baxırıq, nə deyir? Ağırlıq qüvvəsi, təcil. Çəkiləri, bir də təcillərin istiqamətləri ilə bağlı bizdən nə istəyir? Cavabları istəyir. İndi başlayaq. Gəlin birincisi ağırlıq qüvvəsini hesablayaq. Ağırlıq qüvvəsinin üstü nədir uşaqlar? F ağırlıq bərabərdir mj. Kütləni verib bizə neçə? 50 kq. J-miz əlbəttə ki, neçədir? 10-dur ki, burada mötərizədə qeyd eləməyib. İndi təbii ki, yer planetindən söhbət gedəndə biz J-nin 10 qiymətindən danışırıq. İndi cavabında oldu nə? 500 Newton. Amma gətirib həmişə sizə məsələlərdə verir. Mütləq şəkildə bizə sərbəst düşmə təcilini hansı planetə görə baxırsa, həmin planetin qiymətini mötərizədə özü qeyd edib. Yəqin ki, burada bir səhvlik olub düşməyib. Deməli, ağırlıq qüvvəsi nəyə bərabər imiş? 500 Newtona. Uşaqlar, hansı trayektoriya üzrə hərəkət edir, etsin, fərq yoxdur. İndi baxırsınız ki, burada bizim cisimimiz dəyişməyib ki, A nöqtəsində də, B nöqtəsində də olan eyni cisimdir. Sadəcə gördüyünüz kimi, indi əvvəlcə A nöqtəsində idi, daha sonra B nöqtəsində trayektoriyası dəyişibdir. Olduğu yerlər, koordinatlar dəyişib. Onda deməli, baxın, bu birinci şərt hər ikisinə mərkəzə gələcək, ortağa gələcək. Keçdik indi bir digər tərəfdən. Velosipedçinin təcilinin modulu 5 metr/saniyə kvadratıdır. Gəlin baxaq da. Burada diqqət edirəm uşaqlar. Gəlin, baxırıq ki, A üçündə çevrənin radiusunu verib bizə 20 metr. Həmçinin B nöqtəsi üçündə, yəni B çevrəsi üçündə radiusu bizə verib neçə? Yəni 20 metr. Yəni radiuslar eynidir. Həmçinin plus bir digər tərəfdən cismin hərəkət sürətini də A-da, B-də nə verib? Eyni verib. Onda təcillər də təbii ki, eyni olacaq. Çünki düstur nədir? A bərabərdir V kvadratı bölünsün R-dir. Sürətlər eynidirsə. Əgər radiuslar, hərəkət etdiyim çevrənin radiusları eynidirsə, təbii ki, təcilləri fərqləndirən heç nə qalmadı. Eyni oldu. Onda 10-un kvadratı bölünsün 20. Təcilimiz nəyə bərabər imiş? 5 metr/saniyə kvadratına. Bu da yenə gələcək mərkəzə. İndi keçdik uşaqlar. Velosipedçinin çəkisi 750 Newtondur. İndi həmçinin çəkisi 250 Newtondur. Uşaqlar, baxırıq. Burada bizim deməli diqqət edək. Baxırıq ki, qabarıq körpümüzdür. Buna belə də baxa bilərik. Qabarıq körpüdür. A nöqtəsində baxıram, təcilin istiqaməti necə yönəlir? Aşağı doğru. Təcilin istiqaməti aşağı idisə, çəki necə hesablanırdı? MJ minus A-ya görə. Gəlin, onda bax, yazıram. A üçün P bərabərdir. Nədir? MJ minus A-dır. Kütləni vermişim neçə məsələnin şərtində? 50 kq. J-miz 10-dur. Təcili hesabladıq. Həm A nöqtəsi üçün, həm B nöqtəsi üçün nədir? 5 idi. Onda deməli, 5-i də 50-yə vuranda eləyəcək neçə? 250 Newton. İndi keçək B çevrəsinə. Uşaqlar, B-də baxırıq ki, artıq nədir? Çökük körpü. Çökük körpüdə baxın, B nöqtəsindən təcilin istiqaməti necə yönəlir? Yuxarı doğru. Təcilin istiqaməti yuxarısa, çəki necə hesablanırdı? MJ plus A-ya görə. İndi kütləni verib neçə? 50 kg. J-miz neçədir? 10-dur. Təcili neçədir? 5-dir. Əlbəttə ki, bu da elə bizə nə verəcək? 750 Newton. Deməli, çəkisi 750 Newton olan B nöqtəsi idi. Çəkisi 250 Newton olan da hansıdır? Deməli, A nöqtəsidir. İndi keçək. Velosipedçinin təcili yuxarı yönəlib. Əlbəttə ki, hansında göstərdik biz? B-də. Velosipedçinin təcili aşağı yönəlib. Onu da göstərdik harda? A-da. Deməli, 1-ə gəlir 4, 6. Daha sonra 2-yə gələcək 3, 5. 4, 6, 3, 5, 1, 2. O da verilib bizə hansı variantda? C variantında. Yəni, 3-cü sualda cavabımız oldu C variantı. Keçək baxaq indi 4-cü sualımıza. 4-cü sualda nə deyir bizim üçün uşaqlar? Deyir ki, süni peyk yer ətrafında dairəvi orbit boyunca hərəkət edir. İndi, daha sonra peyk başqa orbitə keçdikdə mərkəzə qaçma təcili artarsa, sürəti və yer ətrafında fırlanma periodu necə dəyişər? Uşaqlar, əlbəttə ki, baxın,
Bu bizim planetlərimizdir. İndi Yer, Mars, nə olur olsun. Yəni bu bütün planetlər hamısı hansı formadadır? Kürə, çevrə formasında. Onda deməli mən burada necə hərəkət edirəm? Çevrə üzrə hərəkət edirəm. Çevrə üzrə hərəkətdə indi bizə məsələnin şərtində təcili dəyişən kimi verib və deyir ki, sürəti tap və deyir ki, fırlanma periodunu tap. Və bir digər tərəfdən uşaqlar, mən bilirəm ki, əlbəttə ki, çevrə formalı cisimlərdən danışırıqsa, desə də, deməsə də mütləq şəkildə nə var? Radiusumuz var. Onda gəlin baxaq artıq. Deməli, birinci sürət deyil. Məsələn də şərtində təcili dəyişən kimi vermişdi. Dedim, desə də, deməsə də mütləq şəkildə nəyimiz var? Radiusumuz var. Onda bu üçünün birgə iştirak etdiyi bir düstur fikirləşək. O da hansı düstur idi? Təbii ki, A bərabər idi nəyə? V kvadratı bölünsün R-ə. İndi əslində peyk başqa orbitə keçdikdə radiusu dəyişir. Sadəcə burada radiusdan bağlı bizə ipucu verməyib. Bir qədər baxanda əslində düz sual deyil. Natamam sualdır. Yəni elmi tərəfindən baxanda sadəcə yenə qeyd edirəm. Radiusunu burada dəyişən kimi bizə verməyib. Ona görə biz də onu heç görməzdən gələcəyik. İndi baxırıq. Nə demişdi? Təcil artmışdı. Təcil artan yerdə əlbəttə ki, sürət də nə edəcək? Düz asılıdır, artacaq. Sürəti deməli artar. Ona görə A getdi, C getdi, D getdi, Y getdi. Elə cavab B variantıdır. Gəlin periodu da isbat edək. Deməli, periodun da çevrə üzrə hərəkətdə təcildən olan düsturu nə idi? A bərabər idi. 4pi kvadratı bölünsün, T kvadratı vurulsun R idi. Təbii ki, təcilin artdığı yerdə period tərs asılı olduğu üçün nə edəcək? Azalacaq. Ona görə cavabımız nə deyilir burada? B variantı. İndi gəlin keçək uşaqlar 5-ci sualımıza. 5-ci sualda nə deyir bizim üçün? Deyir ki, cismin kütləsini 5 dəfə artırdıqda, axı biz həmişə bu tip məsələlərimizdə qeyd eləmişik ki, artmada, azalma da əvvəlki qiymətdəndir. Məsələn, tərəziyə çıxırıq, deyirik ki, kütləm artıq, yaxud azalıb. Nəyə müqayisədə? Əvvəlki qiymətimizə müqayisədə. İndi kütlə 5 dəfə artdı. Əlbəttə ki, hansı qiymətdən? Əvvəlkindən. Dəfə deyirsə, təbii ki, artmadırsa vurma, azalmadırsa nə olacaq? Bölmə. İndi mənim son qiymətim əvvəlkindən 5 dəfə artıq qiymət alıb. Daha sonra nə deyir? Ağırlıq qüvvəsi isə 20 Newton artdı. Onda deməli, F ağırlıq bərabərdir. Gördüyünüz kimi burada dəfədən danışmır, qədərdən söhbət aparır. Deməli, F2 bərabərdir. İndeksində ağırlığı daha yazmıram. Sözsüz ki, burada nə deyir? Ağırlıq qüvvəsində də bizə başqa qüvvə demir ki, F2 bərabərdir nəyə? F1 plus 20-yə, yəni əvvəlkindən 20 Newton qədər artıq nə etmişəm? Qiymət almışam. İndi nə deyir? Cismə təsir edən ağırlıq qüvvəsinin başlanğıc qiymətini tapın. Ağırlığın kütlədən olan düsturu nə idi? Təbii ki, F ağırlıq bərabərdir mj-yə. J onsuz da planet dəyişmədiyi müddətcə dedik, sabit kimi bir kəmiyyətdir. İndi təbii ki, burada da biz əvvəlki halını yer üçün, sonraki halını Mars üçün baxmırıq. Baxsaq, J-nin qiymətini müxtəlif verər, məsələnin şərti dəyişərdir. Eyni bir planetdən danışırıq, yer planetinin daxilindəki kütlənin əvvəlki, sonraki halının dəyişməsini müşahidə edirik. Ona görə J-ni atın geçsin. Yenə qeyd edirəm, planet dəyişmədiyi müddətcə J sabitdir. İndi deməli J-ni atdım getdi. F-dir dəyişən, bir də M-dir. Görürük ki, dəyişənlərimiz də bir-birindən necə asılıdır? Düz asılı. Yəni F1 bölünsün F2 bərabərdir nəyə? M1 bölünsün M2-yə. F1-i verib, verməyib. F2-ni nə tapdıq? F1 plus 20. M1-imiz öz yerində, M2-nin də yerinə gətirib nə qoyuruq? 5M1. M1-lər getdi uşaqlar. İndi tənasübdən gedəndə 5F1 bərabərdir F1 plus 20-yə. 4 F1 bərabərdir 20-yə. F1 də bərabər oldu nəyə? 5 Newtona. Deməli, ağırlıq qüvvəsinin başlanğıc qiyməti, əvvəlki qiyməti nəyə bərabər imiş elə? 5 Newtona bərabər imiş. İndi gəlin keçək 6-cı sualımıza. 6-cı sualda nə deyir bizə uşaqlar? Deyir ki, hansı hallarda cismin çəkisi artar? Baxın, bu sual bizim bu dəfə otikamıza da düşən sual idi. Nə deyir bizə? Qabarıq körpüdə, yoxsa çökük körpüdə? Əlbəttə ki, çökük körpüdə. Bayaq da isbat edib. Baxın. A nöqtəsi B nöqtəsinin olduğu bizim çevrələrimiz. B nöqtəsi çökük körpü idi. A nə idi? Qabarıq körpü. Qabarıq körpüdə gördüyünüz kimi, yəni A-da təcil istiqaməti aşağıdır. Ona görə çəkinin düsturu nə olur? Təcil aşağı olanda MJ nöqtəsi. Amma çökükdə gördüyünüz kimi, yəni B nöqtəsində təcil istiqaməti yuxarıdır. Təcil istiqaməti yuxarıdırsa, təbii ki, bizim onda çəkimiz üçün düstur nə olurdu? MJ olsa. Özünüz bir düşünün. Əlavə yüklənmə nə vaxt baş verər? Əlavə yüklənmənin baş verməsi üçün toplama olmalıdır. Təbii ki, çıxma həddi yox. Əlavə çünki mən nəyisə qəbul etmişəm. Təbii ki, o da harda müşahidə olundu? Qabarıq və çökük körpülərdən çökük körpü halında. Deməli, bax yazırıq. Çökük körpülər. Yəni ikinci cavab doğrudur. İndi yuxarı doğru yavaşlayan, yuxarı doğru yeyinləşən. Dedik ki, məsələnin şərtində yeyinləşən, yavaşlayan sözü varsa, istiqamət nəyə aiddir? Sürətə. İndi gəlin yazaq. Sürətimizin istiqaməti yuxarıdır.
Və bizə nə deyir? Yuxarıya doğru baxın 3-cü şərtdə bərabər yavaşlayan. Yavaşlayan deyirsə, təcil sürətin əksi istiqamətində aşağı olacaq. Təcilin də istiqaməti aşağıdırsa, çəkinin düsturu nədir artıq? P bərabərdir mj minus a. Amma gəlin indi baxaq burada 4-cü həddimizə. Yenə sürətin istiqaməti yuxarıdır. Çünki məsələnin şərtində yeyinləşən sözü var. Yəni bu istiqamət sürətə aiddir. Həmçinin artıq hərəkətin növünü nə deyir bizə? Yeyinləşən. Yeyinləşən isə sürətlə təcil istiqaməti eynidir. Təcil olacaq yuxarı və təcilin istiqaməti yuxarıdırsa, çəkinin düsturu nədir? mj plus a. Biz də bilirik ki, əlavə yüklənmə mj plus a hallarında müşahidə olunur. Yəni burada qəbul edəcəyimiz cavab nə olacaq? 4. İndi keçək bir də baxaq burada aşağı halına. İndi aşağı halında təbii ki, sürətin istiqaməti aşağıdır. Yavaşlayan dediyi üçün təcil yuxarı və cavabımız budur. Bax, P bərabərdir mj plus a. Digəri nəyə görə olmayacaq? Sürət aşağı. Yeyinləşən dediyi üçün təcil də onunla eyni istiqamətdə olmalıdır aşağı. Təbii ki, təcil aşağıdırsa, çəkinin düsturu nə idi? P bərabərdir mj minus a. İndi burada deməli bizim üçün sərf edən hansı olacaq? Baxırıq ki, 5-ci həddimiz. Yəni doğru cavabımız 1, 2-dir, 1, 4-dür, 1 də 5-dir. Burada unutmayacağımız bir dənə nüans olmalıdır ki, məsələnin şərtində yeyinləşən, yavaşlayan sözləri varsa, istiqamət heç vaxt təcilə aid deyil. İstiqamət həmişə sürətə aiddir. İndi gördüyünüz kimi, yuxarılarda sürətimizin istiqamətini verdi yuxarı doğru, yeyinləşəndə sürətlə eyni, yavaşlayanda əksi. Aşağıda isə sürətin istiqamətini aşağı çəkdi. Yenə yeyinləşən isə təcil də aşağı olacaq, yavaşlayan isə sürətin əksi yuxarı necə yönəldi? Daha doğrusu, sürətin əksi istiqamətində yönəldi. İndi burada yenə qeyd edirəm. Doğru cavablarımız nədir? 2-dir, 4-dür, 1 də 5-dir. Baxaq 7-ci sualımıza. 7-ci sualda nə deyir bizim üçün uşaqlar? Deyir ki, gravitasiya sahəsinin intensivliyi yer səthindən h bərabərdir r hündürlüyündə. Biz demişdik ki, bununla bağlı qısa bir qeydimiz var. H bərabərdir cismi n r hündürlüyünə qaldırıramsa, yəni n nədir? R-in qarşısında duran əmsalımız. Hər hansı bir hündürlüyə qaldıranda bizim gravitasiya sahəmizin intensivliyi yaxud ağırlıq qüvvəsi eyni şeydir. Neyniyəcək? Əlbəttə ki, azalacaq. Neçə dəfə azalacaqdır uşaqlar? Demişdik ki, n plus 1-in kvadratı dəfə azalır. Bunun da hardan gəldiyini gəlin isbat edək. İndi gravitasiya sahəsinin intensivliyi deyir. Gravitasiya sahəsinin intensivliyinin hündürlüyü ilə bağlı düsturu nə idi? J vurulsun böyük m bölünsün r plus h-ın kvadratı idi. İndi gəlin bu ifadəni artıq gətirib yazaq. Birinci bizə nə vermişdi? H bərabərdir r. J vurulsun m bölünsün r plus r mötərizə kvadratı. Onda oldu nə? J vurulsun m bölünsün. Təbii ki, nəyə? 4r-in kvadratı. Bax, onsuz da bu J vurulsun m bölünsün r kvadratı səttəki sərbəst düşmə təcilinin yaxud gravitasiya sahəsinin intensivliyinin düsturudur. Onda bizim ifadəmiz nə olur? J bərabərdir. J0 bölünsün nəyə? 4-ə. Yəni, mən səttəkindən 4 dəfə kiçik qiymət almışam. Yəni, səttəkindən 4 dəfə azaldı. Onda deməli, 1-ə gələcək nə? Əlbəttə ki, A. İndi məsələn, qeydimizə gəlin gedək. M plus 1-in kvadratı dəfə azalır qısaca. İndi baxıram uşaqlar, h bərabərdir nə verib? 3. Yəni, n-imiz nədir? 3-ə bərabərdir. Onda 3 plus 1 mötərizə kvadratı, əlbəttə ki, bu da neçə elədi? 16. Deməli, 16 dəfə azaldı. İndi yenə qeydimizə görə gedək. Bu təbə n-i yerinə gətirib nə qoyuram? 5. 5 yerdir. Çünki n r-in qarşısına duran əmsalı ifadə edir. 5 plus 1-in mötərizə kvadratı, o da təbii ki, nə verdi bizə? Yəni, 36 dəfə azaldı. Onu da qeyd edib. Hansı variantda? Y variantında. Deməli, 1-ə A, 2-yə S, 3-ə isə nə gəldi? Y variantı gəldi. İndi gəlin keçək uşaqlar. Burada başlayaq situasiyamıza. Situasiyada nə deyir bizim üçün? Deyir ki, turist Qız Qalasının hündürlüyünü təyin etmək üçün dəmir kürəciyi sərbəst buraxıb, onun yerə düşmə müddətinin də 2,4 saniyə olduğunu müəyyən etdi. İndi birinci sualda bizə qeyd edir ki, turistin hesablamasına görə Qız Qalasının hündürlüyü nəyə bərabərdir? İndi uşaqlar necə hərəkətdir? Baxın, diqqət edək. Sərbəst düşən. Sərbəst buraxıb. Sərbəst düşmə zamanı mən bilirəm ki, əlbəttə ki, bizim başlanğıc sürətimiz nəyə bərabər idi uşaqlar? 0-a bərabər idi. İndi bir digər tərəfdən mənə nəyi verir? Sərbəst düşmə müddətini qeyd eləmişdi, bir də J-ni qeyd eləmişdi. Onda mənə elə bir düstur lazımdır ki,
Baxın, hündürlük üçün sözsüz ki, çünki bizdən hündürlük soruşur. H-ın elə bir düstuna baxmalıyam ki, orada zaman olsun. Plus 1 də mötərizədə mənə nəyi verib? J-ni verib. Əlbəttə ki, biz də bilirik ki, H bərabərdir. Belə bir ifadəmiz var idi. JT kvadratı bölünsün 2. Sərbəst düşmə müddətinin, sərbəst düşmə tərcinin birgə iştirak etdiyi. Onda deməli, J-miz 10-dur. T-ni vermişdi neçə? 2,4. İndi kvadratı kimi yazmayaq. Gəlin, 2,4 vur 2,4 kimi yazın. Bölünsün 2. Onda burada 1,2 qaldı. Deməli, 12 vurulsun 2,4-dür. 12-ni də 2,4-ə vuranda, deməli, neçə eləyəcək? Oradan gəlib hesablayanda, vergülsüz hesablasaq 288 eləyir. Vergülü də çəkəndə onda neçə eləyir? 28,8 metr. Deməli, baxın, bizim qız qalamızın hündürlüyü nəyə bərabər imiş? 28,8 metrə bərabər imiş. İndi gəlin keçək uşaqlar 9-cu sualımıza. 9-da nə deyir bizə? Deyir ki, alınan nəticə qalanın həqiqi hündürlüyündən bir qədər fərqlənə bilərmi? Əlbəttə ki, fərqlənə bilər. Nə vaxt? Müqavimət qüvvəsi nəzərə alınanda. Bizim ümumiyyətlə orta məktəbdə baxdığımız, baxın, bu məsələlərdə, bu hesablamalarda müqavimət qüvvəsi nəzərə alınmır. Əgər müqavimət qüvvəsini nəzərə alsaq, çünki müqavimət hərəkətə təsir göstərir. Hərəkəti indi təsir göstərdiyi üçün sürəti neynəyəcək? Dəyişəcək. Sürətin dəyişməsi ilə sərbəst düşmə müddəti də dəyişir. Və buna bağlı olaraq, təbii ki, biz artıq hesablamamızda 28,8-i yaxud düşmə müddəti ilə bağlı 2,4 saniyəni, yaxud sürətlə bağlı, məsələn, 10 metr bölü saniyə tutalım, belə də alırsa, təbii ki, müqaviməti nəzərə alanda həmin qiymətləri almayacaq. Müqavimət qüvvəsi nəzərə alınırsa, bizim hesablamamız alınan real nəticədən fərqli olacaqdır. Bax, elə cavabımız budur. İndi gəlin keçək 10-cu sualımıza baxaq. Deyir ki, kürəciyin yerə çatan andakı sürətini. Biz bilirik ki, bu necə cisim idi? Sərbəst düşən cism idi. Sərbəst düşmə zamanı başlanğıc sürət nəyə bərabər idi? 0-a. Və mənə nəyi vermişdi məsələnin şərtində? Sərbəst düşmə müddətini. Bunda sürətin biz bilirik ki, onsuz da sərbəst düşən cisim üçün 2 dənə düstur var. Biri JT idi, biri də nə idi? Kök altında 2JH. İndi hündürlüyü tapdıq, oradan da gələ bilərik, amma neyinirsiniz uzun uzadı getməyi? Elə baxın, bu JT ilə gedin. J-miz 10-dur, sərbəst düşmə müddətində 2,4 idi. Təbii ki, onda deməli, yerə çatan anda bizim bu kürəciyimizin sahib olduğu sürət nəyə bərabər olacaq? 24 metr bölü saniyəyə bərabər olacaq. Baxın, bu da bizim ağırlıq mövzusuna aid suallarımızın izahı idi uşaqlar.